Salam. Bugün biz sizinlə bərabər İsmail Şıxlının Dəli Kür romanını təhlil edəcəyik. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatında ən iri həcmli əsərlərdən biridir. Təxminən 600 səhifəlik bir əsərdir. Mən onun hər bir səhifəsini oxuyub qeydlər götürmüşəm və hissə-hissə sizinlə paylaşacağam. Ümidvaram ki, köməyinizə çatar. Qısa xronika şəklində izah edəcəm, lakonik şəkildə və inanıram ki, bir yerdə sizin köməyinizə çatacaq. Dəli Kür əsəri bilirsiniz ki, Azərbaycanda baş verən 19-cu əsrin təxminən sonlarında Azərbaycanda baş verən mürəkkəb prosesləri əhatə edir və Dəli Kür əsərini oxuyan hər bir kəs anlayır ki, burada yəni tam şəkildə nə haqlı, nə haqsız var. Hər kəs özünə görə müəyyən pəncərədən baxır və anlayır ki, burada hər kəs özü üçün haqlıdır və yaxud da hər kəs müəyyən bir məqamda haqsızdır. Ümumilikdə əsər peyzaj lirikası ilə başlayır. Peyzaj bilirik ki, təbiətin təsviri ilə belə deyək, izah olunur. Bir şeyi unutmaq lazım deyil ki, əsərin başlanğıcındakı təbiətin təsviri, yəni gözəl bir təbiətin təsviridir. Bu, Zərnigar xanımın əhvalı ilə təzad təşkil edir. Deməli, Dəli Kür əsərinin əvvəlindəki peyzaj lirikası Zərnigarın əhvalı ilə təzad təşkil edən bir məqamdır. Bunu unutmayaq. Zərnigar müəyyən məqamlarda belə deyək, narahatlıqlar yaşayır, bildiyimiz kimi. Məsələni də bilirik nə ilə bağlıdır. Təbii ki, Cahandar ağanın başqa bir xanıma özünə belə deyək də zövcə etməsi ilə bağlıdır və bu da təbii ki, Zərnigar xanıma yaxşı təsir etmir. Ona görə də o özün kürə atmaq istəyir və atmaq istəsə də ata bilmir. Əsərdə bununla bağlı sizə suallar düşə bilər, unutmayın. Əsərdə özünü kürə atmaq istəyənlərdən biri də Zərnigardır. Atmaq istəyir, amma etmir. Və belə deyək, istəyir ki, belə deyək, evini dağıtsın, yəni hər yeri dağıtsın, töksün, belə deyək, əsəbini bununla sakitləşdirsin və sonra qərara gəlir ki, evini dağıtmaq istəyəni belə deyək, Şamxala desin. Şamxala bildirir və hətta belə deyək, bacısı Salatın Şamxala deyir ki, yəni sən qarışma da bu işə, qan salma. Yəni qan salma deyən hansı obrazımızdır? Salatındır. Şamxalın bacısı, yəni Cahandar ağanın qızı Şamxala deyir ki, qan salma. Və Cahandar ağanın oğlu Şamxal belə deyək, gəlir gəlinə belə söz desin, onu incitsin və s. Amma gəlinin gözəlliyindən Şamxal təsirlənir və Zərnigar da buna əsəbləşir. Daha sonra Şamxal gəlini döyür. Deməli, Şamxal gəlini döyəndən sonra Cahandar ağa gəlir, ovdan qayıdırdı. Cahandar ağa həmin vaxt hardaydı? Ovdaydı. Ovdan qayıdır və təbii ki, bunu görür. Bu heç də ona xoş təsir etmir. Şamxal xəncəri qaldırır. Qaldıranda atası atəş açır silahla və o xəncər iki yerə bölünür. Atası Şamxalı təbii ki, bütün bu məsələlərdən sonra evdən qovur. Evdən qovanda Şamxal atasına hücum edir. Cahandar ağa qundaqla Şamxalı döyür. Yəni silahın qundağı ilə yəqin ki, bildiniz, Şamxalı döyür. Heç kəs onun əlindən ala bilmir. Sadəcə nökəri tapdıq, yəni Cahandar ağanın nökəri tapdıq. Cahandar ağanı sakitləşdirməyə çalışır. Digər nökərlər isə Şamxalı aparır. Şamxal düşünür ki, yəni öz-özünə fikirləşir ki, mən bundan sonra yəni öz atamla necə üz-üzə gələcəm? Yəni bu hadisəni eləmişəm, necə üz-üzə gələcəm? Amma atasına əl qaldırmır. Yəni bütün bu proseslərdə sadəcə atası onu döyür. Atasına əl qaldırmaq məsələsi yoxdur. Təbii ki, bunun əsas səbəbini kimdə görür? Mələkdə görür. Yəni mələyi günahkar hesab edir. Mələyin mərhəməti, yəni mələk həmin səhnədə Cahandar ağanın önünə keçir və istəmir ki, Şamxala bir ziyan versin. Mələyin mərhəməti Şamxala təsir edir və qərar gəlir ki, o geri qayıtmasın. Axşam Cahandar ağa Kür sahilində ov eləyir və 2 dənə maral vurur. Düşə bilər, bilirsiniz ki, imtahanlarında belə xırdaçı məqamlara toxunulur. Cahandar ağa evə gələndə 2 dəfə fit çalarmış. Yəni bu onun adətiymiş. 2 dəfə fit çalarmış və ondan sonra isə arabanı gətirirlər. Baxır ki, Şamxal yoxdur. Yəni həmişə Şamxal gələrmiş, Tapdıq gələrmiş, amma Şamxal yoxdur. Tapdıq gəlir sadəcə. Cahandar ağanın təbii ki, bundan sonra kefi pozulur.
Şamxal qəti şəkildə qərara gəlir ki, dostu Çərkəzin bacısı Güləsəri alsın. Təbii ki, bu Güləsəri almaq məsələsi Cahandar ağa bir əks mövqedir. Çünki Cahandar ağa aşağı təbəqədən olan insanı özünə gəlin etməyi özü üçün bir alçaldıza məqam hesab edirdi. Yəni bunu qəbul edə bilməzdi. Müəyyən məsələlərdə, yəni Cahandar ağaya haqq vermirik. Təbii ki, bu məsələ də onun içindədir. Amma Şamxal da təbii ki, biz bilirik ki, sırf Cahandar ağanı acıqlandırmaq üçün, hirsləndirmək üçün bu addımı atır. Yəni deyir ki, nə olsun ki, atası gəmiçidir. Yəni o da özü üçün bir insandır da. Bütün bu məqamların fonunda Zərnigarın istəklisi Əşrəf də gələcəkdi. Deməli, ona toy edəcəklərdi. Cahandar ağa da şəhərdən nişan alış-verişi üçün getmişdi. Şəhərə daha doğrusu nişan alış-verişi üçün getmişdi. Əşrəf kimdir? Əşrəf Şamxalın belə deyək, kiçik qardaşıdır. Zərnigar da bilirik ki, Cahandar ağanın həyat yoldaşıdır. Yəni Əşrəfı Zərnigar xüsusi çox istəyirdi. Əşrəfə görə Cahandar ağa gedir, alış-veriş eləsin şəhərə. Zərnigar da ona görə əsəbləşir ki, bu alış-verişdə, yəni qaydanda niyə görə mələklə qayıdır? Axı, yəni bu onun oğludur, onunla alış-verişə gedib onunla qayıtmalı idi, amma mələklə gedir, mələklə qayıdır. Yəni orada mələyi tapır, qayıdır. Mələklə getmir daha doğrusu. Gedir, qaydanda isə mələyi gətirir. Daha sonra Kürdə bir qadın meyidi tapılır. Hamı elə bilir ki, bu mələyin meyididir. Bu məqamda diqqətimizi çəkir. Artıq biz bir epizodu dayandırdıq, digər epizoda keçdik. Hansı ki, mələyin həyat yoldaşı Allahyar onu axtarır. Və Kürdən meyit tapılır. Allahyar da elə bilir ki, onun həyat yoldaşı mələkdir. Və Allahyara bir qoca deyir ki, sənin namusun hanı? Get meyidə bax gör, odur ya yox. Meyidi barmağındakı belə deyək də üzükdən Allahyar tanıyır. Yəni baxır ki, bu üzük yəni mələyə aid bir üzük deyil də, onu çaşdırır. Meyidi aparanda bir atlı Allahyara nəsə deyir. Allahyar tüfəngini götürüb yola çıxır. Allahyar yola çıxsın, izahımızın davamını növbəti videoda paylaşacağam. Sağ olun, özünüzə yaxşı baxın.